başladı yine. Işıklar yanır səhnədə. Dünya TV bizimle. Bu gece söz evinde. Hanımlar, cənablar, Əsl Show başlayır. Verilişin aparıcısı Elvin Qudrətov. Gülüş dolu bu məkan, renk qatır hər anan, söz deyir ürəkdən o, Elvin aparır meydan. Alqış səsi dalğadır, studiyada bayram var, səhnəyə kim çıxsa. Axşamların baxımlı, maraqlı, sevərək izlədiyiniz proqramı Əsl Show efirdədir. Axşamınız xeyir olsun. Hər efirimdə vəd edirəm ki, bugün də maraqlı bir proqram təqdim edəcəyik və bugün də vədimə əməl etməyə çalışacağam qonaqlarımızla birlikdə. Bugün də sizlərə maraqlı bir proqram bəxş edəcəyik. Düz 2 saat yorulmadan bizləri izləyəcəksiniz. Ürək sözlərinizi bizə əlaqə nömrəsi vasitəsilə yaza bilərsiniz. Çalışdığımız qədərilə də onları səsləndirəcəyik. Bugün dediyim kimi 2 saat boyunca əylənəcəksiniz, yorulmayacaqsınız, istirahət edəcəksiniz və Əsl Show-ya baxacaqsınız. Bugün maraqlı qonaqlarımız var, maraqlı söhbətlərimiz olacaq, rubrikalarımız olacaq. Hər zamanki kimi Əsl Show bugün də maraqlı bir proqramla gəlib. İstəyirəm ki, əziz tamaşaçılar, vaxt uzatmadan mən elə ilk qonağımı dəvət edim. İlk qonağım Gözəl xanım, hətta bir yarışmanın da qalibi olub, o yarışma haqqında özü gəlib ətraflı məlumat verəcək. İstəyirəm ki, dəvət edim öz ifası ilə proqrama giriş eləsin Təxminə xanım Ağayeva. Dalga olsam, çırpınaram, çırpınaram qayalara. Göğsünde bulut olsam, heyalaram yağış gibi. Ben denizde dalga olsam, çırpınaram, çırpınaram qayalara. Gözleri nur saçan yarım, sevdiğim ilkbahar canım, sözümdü seninle kalır. Sen özün gel qadanalım, ay benim var mı baharım, gözlerim gel benim yarım. Gözleri nur saçan yarım, sevdiğim ilkbahar canım, sözümdü seninle kalır. Sen özün gel qadanalım, ay benim var mı baharım, gözlerim gel benim yarım. Sensiz günler bana zordur, ömrüm yollar bizi yordu. Kimi gördüm seni sordum, darıkmışam senin için. Sensiz günler bana zordur, ömrüm yollar bizi yordu. Kimi gördüm seni sordum, darıkmışam senin için. Gözleri nur saçan yarım, sevdiğim ilkbahar canım, sözümdü seninle kalır.
Sen özün gel qadan alım, ay mənim varlı baharım, gözlərəm gəlmədim yarım. Gözlərin nur saçan yarım, sevdiğim ilk bahar canım, sözümde seninle kalım. Sen özün gel qadan alım, ay mənim varlı baharım, gözlərəm gəlmədim yarım. Təşəkkürlər, xoş gəlmisiniz, necəsiz? Xeyir olsun Elvin Bey. İlk önce bütün bize bakan, Dünya TV'ni izleyen bütün tamaşaçıları ürəkdən salamlayıram. Hər birinə bu gecədə xoş istirahətlər arzulayıram. Buyurun, əyləşin. Çox sağ Musiqi ol. kimə aiddir? Hə, bu mahnım yeni mahnımdır. Deməli, sözlərin musiqisi Sənan Hüseynova aiddir. Yarım adlanır mahnımın adı. İnşallah ki, irəliləyən dəqiqədə bir gözəl mahnı da yazmışıq. Onu da ifa edəcəyik. Tamaşaçılarımız dinləyəcəklər inşallah. İnşallah. Musiqi seçəndə seçici olursunuz, yoxsa? Təbii ki. Yox, yəni düşünürsünüzmü bu alınmaz, səsimə uyğun deyil? Təbii ki, musiqi seçəndə ilk öncə baxıram ki, mənim səs tembrimə, ondan sonra özümdən də qabaq mən belə deyək də dinləyiciləri daha çox fikirləşirəm ki, ilk öncə onların ürəyinə yol tapsın, ondan sonra öz ürəyimə. Bəs mən təqdimatda dedim, istəyirəm özünüz bu barədə məlumat verəsiniz. Mən bir yarışmanın qalibi dedim. Bəli. Mən bir neçə ay bundan qabaq digər qonşu kanallarda Toylar Kraliçası yarışması keçirildi və mən o kanalda o yarışmanın birincisi oldum və məni birinci eləyən xalqıma yenə də öz dərin təşəkkürümü bildirirəm ki, mənə bu cürünə dəyər qiymət verib neçə xanımın içindən məni birinci etdilər. Təşəkkür edirəm, var olasınız. Bəs belə deyim, hal-hazırda bu musiqi dünyası demək olar sürətlə inkişaf edir. Sosial şəbəkə vasitəsilə olsun, efirlər vasitəsilə olsun. Və sizcə təxminən xanım orada istədiyi pilləyə çata biləcəkmi? Belə deyək də Elvin bəy, inşallah ki, çalışacağıq ki, yaxşı şeylərlə xalqımızın ürəklərini fəth eləyək, ürəklərinə daha gözəl, belə deyək, musiqilərlə, qalmaqaldan uzağam, qətiyyən qalmaqalla mən gündəmə gəlmək istəmirəm. Musiqilərimlə ürəyə yol tapacam. İnşallah ki, xalqım da necə ki, məni sevib, məni birinci eliblərsə, bundan sonra da daha çox ürəklərinə yol tapacam inşallah. Duet oxumaq istədiyiniz biri varmı? Ümumiyyətlə, duet oxumaq niyyətiniz varmı? Hə, var. Çox belə deyək, tanınmış bir müğənnidir, amma bir balaca sir qalsın, inşallah çox az qalıb. Sürpriz. Duet gələcək, hə. Kimdən gedib ilk təklif? İlk təklif qarşı tərəfdən gəlib, bəli. Bəs nə əsasla qəbul elədiniz? Məşhurluğuna yoxsa musiqini Yox, bəyəndiniz? qətiyyən məşhurluğuna yox. Sadəcə o insanın mahnıları o qədər mənim ürəyimə yatıb ki, həqiqətən də. Yəni, deyəndə vəfşə bir belə ürəkləndim, hə. Yəni, çox gözəl ifaları var. Prosta sadəcə indi istəmirəm də. Qoy inşallah ki, işığızı görsün, ondan sonra açıqlama verəcəm. Neçə ildir ümumiyyətlə səhnədəsiz? Neçə müddətdir? Belə deyək, sırf toy sistemində artıq 12 ildir, 13 ildir ki, toylara gedirəm. Amma efirlərə son 2-3 ildə, belə deyək, çıxıram. Amma profesional toylara 12 ildir artıq. Bəs ilk dəfə kim dəstək oldu sizə? Belə deyim də, ailənizdən, yaxınlarınızdan qarşı çıxan və ya dəstək olan? Həmişə mən bunu qeyd edirəm ki, mənim ailəm mənə çox böyük dəstək olub. İlk öncə mənim həyat yoldaşım mənə çox böyük dəstək olub bu yolda. Hətta o yarışmada, belə deyək, özü mənə təkan verdi ki, qatıl, yaxşı olacaq, birinci olacaqsan və şükür Allaha ki, günü bugünə qədər də valideynlərim, atam, anam, hamısı da, yəni, kimi deyim. Şükürlər olsun. Var olasın. Mən istəyirəm, əziz tamaşaçılar, bizim daha bir qonağımız var, onu da dəvət edim. Bugün maraqlı qonaqlar olacaq demişdim. O xanım da, belə deyim, nəğməkar şairədir, bədii qiraətçidir, gözəl şeirləri var. İstəyirəm, vaxt uzatmadan dəvət edim, gəlsin. Gülşən xanım, Ulduz. Xoş gəlmisiniz. Necəsiz? Sağ olun. Xoş gününüzə gələk. Təşəkkür eləyirəm. Çox sağ olun. Minnətdaram. Kesin əyləşin. İşləriniz necə gedir? Şükür Allaha. Burada əyləşək. Harada istəyirsiniz? İşləriniz necə gedir?
Şükür Allaha yaxşıdır, çox sağ olun. Bir Yaxşı olasınız. şairə belə deyim, şeir yazanda nədən qidalanır? Sevgidənmi? Ümumiyyətlə həyatdanmı? Əsasən siz nədən qidalanırsınız? Mən sevgi şairəsiyəm. Mən sevgi şairiyəm. Yəni şeirlərimdə ən çox düzdür. Ən böyük sevgi ilahi sevgidir. Allaha olan sevgidir. Vətənə olan sevgidir. Valideynə olan sevgidir. Yəni sevgi şairəsiyəm. Şeirlərimdə daha çox vətən haqqında da, ulu tanrımıza da, torpağımıza da şeirlərim var. Amma ən çox sevgidən yazıram. Daha çox sevgi şairiyəm. Bəs şeirləri yazarkən bəsit sözlərdən istifadə edirsiniz, yoxsa belə deyim, yadda qalmaq üçün bəsit sözlər? Xeyr. Birincisi, şairlik Allah vergisidir. Orada sən şeir yazanda mən bəsit sözdən mi istifadə edeyim, qeyri-adi sözdən mi istifadə edeyim, elə bir şey insanın ruhundan gəlir. Söz insanın ruhudur. Ulu Tanrı dünyanı bir ol sözü ilə yaradıb. Yəni, hər şey sözdən başlayır. O anda şeir yazanda, yəni ilahidən nə gəlirsə, ruhuna nə süzülürsə, ürəyindən nə hisslər keçirirsənsə, o hisslər sadəcə olaraq qələm vasitəsilə kağıza köçürülür. Siz də gecələr yazırsınız. Şərqi yoxdur. Çox sevinəndə, çox kədərlənəndə şeir yaza bilmirəm. Bilmirsiniz? Xeyr. Bir hadisəyə çox sevinəndə də o anda sevincimi büruzə verib şeir yaza bilmirəm və yaxud çox kədərlənəndə də. Üstündən gərək bir müddət keçə. 5 günmü, 3 günmü ki, o sakitləşəm və o sakitləşəndə o hissi ifadə eləməyi bacarıram. Bir də ki, şairlik o demək deyil ki, sən öz hissini ifadə eləyəsən. Yəni, müşahidə qabiliyyətin güclü olmalıdır. Ətrafı müşahidə eləyirsən, görürsən. Yəni, o gördüklərini də öz sözlərinlə, öz düşüncələrinlə ifadə eləyirsən. Siz eyni zamanda kitab müəlliflərsiniz. 5 kitab müəllifiyəm, bəli. Maşallah olsun. Çox sağ olun. Bəs yazdığınız şeirlər musiqi formasına salınırmı? Bəli, 40-dan çox şeirimə musiqi bəstələnib. Bizim gözəl müğənnilərimiz də ifa eləyibdir. Bəs bundan sonra varmı belə bir Əlbəttə ki. plan? İnşallah, inşallah. Şeirləri belə deyim, yazanda düşünürsünüzmü bu mahnı salsa mənim şeirimə belə deyim ziyan verə bilər? Yaxşı mahnı alınmaz, yadda qalmaz. Yox, belə deyək də. O qorxu varmı yəni? Onu soruşuram. Xeyr, mən inanıram və özümə güvənirəm. Mənim yazdığım şeir, söz mükəmməldir. Maşallah olsun. Maşallah gününüz olsun. O təbii ki, mükəmməldir. Sadəcə Əgər nota düşmürsə, bəstəkar onu bəstələyəndə hansısa orada bir nüanslar varsa, onun da üzərində işləyirik. Ki, daha mükəmməl olsun, ürəyə yatımlı olsun. Amma yəni, bugünə qədər elə bir çətinliklə rastlaşmamışıq. bəs yazıb pozduğunuz, bu bəyənilməz dediyiniz şeirləriniz olub? Qaralama kimi də. Bəli, hal-hazırda da var. Məsələn, yazmışam və onu o biri şeirlərimin yanında baxanda zəif bilmişəm deyim. Daha üstündə işləməyə ehtiyacı olan şeirlərim var və vaxt elədikcə üzərində işləyirəm. Ümumiyyətlə, şeir yazmaq həqiqətən çox çətindir. İlahi vergidir. İlahi verici, onu demək İlahi istəyirəm. vergidir. Bunun bir istedaddan öncə birinci ilahi verici Bəli. olmalı. Üzərində işlədikcə bəs mükəmməl etmək olar, yoxsa yox? Birincisi ilahi vergidir. Gərək onu sənə Allah versin. İkincisi, onun da bir texnikası var. Bir dərs almalısan. Mən Zəlimxan məktəbindən dərs almışam. Nərman Həsənzadədən dərs almışam, bizim xalq şairimiz. Mənim kitablarımın ön söz yazarı da Nərman Həsənzadədir. Buradan salamlayıram Nərman müəllimi. Allah can sağlığı versin, xeyirli, bərəkətli ömür versin, daim var olsun. Allah Zəlimxan müəllimə də qəni-qəni rəhmət eləsin. Mən eyni zamanda qiraətçiyəm də.
gözəl şeirlər də səsləndirirəm. Öz şeirlərimlə yanaşı bizim gözəl yazarlarımızın da şeirlərini səsləndirirəm. Belə deyək də, demək olar ki, 7-8 yaşından dövrü mətbuatda çıxış eləyirəm şeirlərimlə. Onun yəni o bir məktəb keçmişik. İlahi vergidir, amma bir məktəbdə keçmişik. Mən sizdən birazdan şeirlərinizi səsləndirməyinizi xahiş edəcəm, amma bir qonağımız daha var, istəyirəm onu da dəvət edim. Əziz tamaşaçılar, onu belə deyim, uzun uzadı təqdimata ehtiyacı yoxdur, çünki onu hər kəs tanıyır. Öz sözünü demiş saz ifaçılarından biridir. Dəvət edim gəlsin, Qardaşlar qrupunun rəhbəri Fərhad Tufan öz ifası ilə. Təşəkkürlər, xoş gəlmisiniz, necəsiz? Çox sağ olun Elvin müəllim, Allah razı olsun.
Salamlayıram dəyərli izləyicilərimizi, bizi izləyən hər kəsə uzun ömür, can sağlığı arzulayıram. Nə yaxşı ki varsınız. Dəyərli Dünya Televiziyasının izləyiciləri, hər zaman inşallah izləmədə qalın. Çox maraqlı, gözəl, uğurlu olsun inşallah verilişiniz də. Dəyərli dostlarımızı dəvət eləmisiniz. Gülşən xanım bizim dəyərli şairəmiz, Təminə xanım, xoş gördük sizləri də. İnşallah bax beləcə İnşallah. davam edəcəyik. Çox sağ olun sizə də təşəkkür edirəm dəvətinizə görə. Minnətdaram. Var Sazın olun. dili olsaydı bugün Fərhad Tufandan şikayət edərdi, yoxsa xoş sözlər deyərdi? Axır zamanlar şikayət eləyərdi. Bir balaca işlərim çox olduğundan saza biraz az vaxt ayırdım. İndi məclisdən söz yox gedirik. Mənim üçün toylara Allah elimizə, obamıza, Azərbaycanımıza gözəl günlər nəsib eləsin. Bir balaca biraz başım qarışıq olur axır zamanlar. Ancaq saz, indi o saz bizim necə deyərlər, evimizin dirəyidir. Belə deyək də, hə. Bəs qorxduğunuz bir ifa varmı? Nə mənada qorxduğunuz? Yəni tam o deyiləm də o ifada. Elə bir ifa var. Sazda ümumiyyətlə musiqiləri ifa eləmək, məsələn, bəstəkar mahnılarını, xalq mahnılarını, aşıq havaları məsəl üçün, indi aşıq havası da sazda olmalıdır. Ancaq elə ifalar var ki, sazda biraz çətinlik çəkirsən. Tarda çünki yuxarı simlərdə məsəl üçün ifa eləmək var, sazda yoxdur. Var ya, o bir o qədər, belə deyək də, avantajlı, bir o qədər, necə deyərlər, çoxluq təşkilləmir də. Məsəl üçün, saz havalarında əslində, mənim üçün, əsas simdə ifa edirsən, ancaq mənim tarda yuxarı simlərdə də ifa edirsən. Deyirlər sazın sarı simdə bir yanıq gələn, məsəl üçün, əslində sazda sarı sim yoxdur. İndi biraz yanıqlı toxunsun deyin deyirlər. Ancaq hə, sazda ifalar var ki, bir balaca çətinlik çəkərsən. Ancaq belə bütün nə qədər ki ifalar var, belə pis çıxmasın, biraz təkəbbürlü kimsə olsun, mən ifa edirəm də, nə deyirlər, hə, bacardığımızdan. Bilmədiyimizdə öyrənirik. Bəs bugün Fərhad Tufan özünü təsdiq etmiş sayır, yoxsa hələ öyrənəcək, irəlidə çox Öyrənmək o deyir, gör evinə qədər də, belə üz istəyirəm, qəbir evinə qədər. Ancaq belə, şükür Allaha ki, indi tamaşaçılarımız bilir də onu. Mən nə deyim ki? Tamaşaçılarımız bilir, bəli, əlbəttə ki. Sizdən sonra gələn nəslə nə demək istəyirsiniz? Mən demirəm ha, siz yaşlısınız. Yeni başlayan saz ifaçılar. Yaşımız az da deyil də, artıq mən 46 yaşım var. Mən yaş 20 ildir mən professional səhnə, 19 ildir ki, professional səhnədəyəm. Mən üçün çıxan, belə deyək də, parlayan kimi efirlərə dəvət aldıq. Artıq 19 ildir. Demək istəyirəm ki, əziyyətçi seçini yoxdur. İndi çox adam elə bilir ki, elə hər şey göydən belə, necə deyirlər, göydən uçalma düşdü, o deyil. O nağıllardadır, yuxulardadır, əziyyət çəkmək lazımdır, gecəni gündüzə qatmaq lazımdır, yorulmaq lazımdır, məsuliyyət hiss eləmək lazımdır. əziyyət çəkmək. Ümumiyyətlə, hə, insanın xarakterindən də çox şey asılıdır bu sənətlə. Yaxşı xarakterin varsa gedə bilirsən, dost, tanış tutursan, belə deyək də, tutursan biraz şey çıxmasın, tamaşaçılarımız başqa başlasın. Bir deyirəm, özümə dost tuturam. Dost. O mənada deyirəm. Dostun tanışın çoxdursa, məsəl üçün, mən indi hal-hazırda elə insanlar var ki, oğlunun özünün məclisində olmuşam, oğlunun kiçik toyunda olmuşam, indi oğlum böyük toydur. Bəli. Ona görə də gərək eləyəsən ki, sənin alqış dəyişməyə, pul dəyişməyə, maşın dəyişməyə, bir 5 dənə, 3 dənə oradan bir 5 mat qazandın, ay yox, belə də öləm, eləyəm. Elə olmalı deyilsən, xarakterində bir balaca dəyişkənlik olursa, insan xarakteri dəyişməməlidir, insan özü olmalı. Elə oldunsa gedəsən və sevgində qoruyub saxlamaq çox çətindir. Siz qarşılaşmışsınız toy məclislərində? Olub. Hə, Fərhad müəllim. Düşmüşük məclislərə, belə çox yoxdan, bəli. İndi ümumiyyətlə Azərbaycanda elədir ki, hamı dəvət edir də, Təmin xanım bir nəfər dəvət edir məni, bir nəfər belə olur, gəlirik, düşürük. Çox demək olar ki, düşmədiyim musiqisi yoxdur bir yerdə, olmadığım musiqisi Azərbaycanda yoxdur. Təki toy olsun, bol. Hə, gözəl günlər, balalarımız xoşbəxt olsun. Olmayanlar üçün olsun. Allah övladı olmayanlara övlad nəsib eləsin. Amin. Sevinək, həmişə sevinək. Azərbaycanımıza gözəl günlər, xoş, firavan günlər yaraşır. Bu dəqiqədə artıq bütövlənmiş tam bir Azərbaycanda yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlıq versin. Vətənimizin keşində dayanan isti soyuq bilmədən əsgərlərimiz var. Hal-hazırda deyirik, qoyma üşüdüm. Üstümü yaxşı ört. Ancaq orada dayanan oğlanlarımız var axı. Eşq olsun Azərbaycanımıza. Allah qorusun. Sizə də bir sual ünvanlayayım. Sizə də belə deyim, daha çox bu yeni dövrdə bəzi ifalar var.
toy üçün xitab olunur, yoxsa belə deyim, toy yoxsa səhnə, yəni konsert. Hansını seçərdiniz? Mən toyu tam səmimi istəyirsinizsə, Tam səmimi, bəli. Hə, çünki konsertdən indi hal-hazırda konsert eləmək üçün həddindən artıq çox bir vaxt lazımdır. Bir də ki, biraz çətin işdir. Konsert işi indi gedirlər 50 nəfər, 100 nəfər, 200 nəfər. Konsert o deyil. Konsert Allah can sağlığı versin. Bax Zeynəb Xanlarovanın konserti olub. Hansı 7-dən 77-yə yığılıb 10 rayon birdən gəlib konsertə. Eşitdiblər ki, bugün Sabirabadda Zeynəb Xanlarovanın konserti var. 10 rayondan, 20 rayondan topalaşıb gəliblər orada. 30 rayon. Ki Zeynəb Xanlarovanın orada konserti var. İndi hər özünə bir gül verdirir, bir çiçək verdirir, belə elə. Danışa bilərsiniz, buyurun. Mən də bu fikirlərə qoşuram. Çünki belə deyək də bizim artıq xəmirimiz toylarda yovrulub da. Biz artıq toylar üçün belə deyə yaranmışıq deyə. Mən də elə toylar deyə üstünlük verərdim ki, yəni gəlir yerimiz həm də ki, artıq ora necə deyirlər, yönəlmişik. Konsertdə də yaxşı gəlir var. Konsertdə də yaxşı gəlir var. Konsertdə məsələn böyük bir sarayda konsert verərsən. Məsələn keçən səfər Tarkan Türk popstar Ulduz bir konsert verdi, neçə milyon izləyici gəlir. O indi başqa şeydir də. Bizdə indi bizdə o alınmır, o cür alınmır. Belə deyərdim. Maşallah, onun konserti də konsert idi ha. Yerdən çıxır, nə bilim, fişəklər. Belə olur da. Həm də biz onu deyirəm də xətt çəkirlər. Bizdə keçən səfər kimin konserti idi? Nəsə oradan belə fişəngi atdılar, atılmadı. Yuxarıdan gələndə biri yıxıldı, biri nə bilim şunur oradan kabel çıxdı, ayağına dolaşdı. O komanda bilsin necə işləməlidir. Mən xoşum gəlir də komanda işləməlidir. Mənim üçün mən bu ansamblımda artıq 20 ildir. Mən ansamblda nə eləmək lazımdır artıq onu demirəm. Bir baxışdan bilirlər ki, nə eləmək lazımdır. Komanda işləməlidir, əziyyət çəkməlisən. Biz də işləyəcəyik, söhbət eləyəcəyik, amma reklamlardan sonra Olsun. çünki qısa bir reklam fasiləmiz var. Yenidən əsl şouya qayıdacağıq.
Fərhad Tufan. Eşq olsun. Mən istəyirəm ki, biz Çox sağ olun. minnətdaram. Mən istəyirəm ki, sizdən də bir gözəl bir şeirə qulaq asaq, dinləyək. Ruhumuz oxşasın. Təşəkkür eləyirəm. Bayaq siz dediniz sevgidən. Bəli. Mən dedim ki, ilk öncə sevgi ulu yaradandan başlayır. İlahidən, Allahdan qurban olum. Mən Məhəmməd Hüseyin Şəhriyarın bir gözəl şeiri var, deyir, gecə keçmiş, hamı yatmış. Bir mən oyaq, bir də ki göylərdə o Allah. Ondan yuxarıda kimsə yox, məndən də aşağı. Gülşən Ulduz, yəni mən yazıram ki, yandım o da gülə-gülə, əriyirəm gilə-gilə. Göz yaşlarım döndü gölə, harada elədim günah, qaytar mənə Allah. Qəribədir talihim çox, hədəfləyib məni bir ox, səndən özgə gümanım yox, gətirmişəm sənə pənah. Qaytar mənə Allah. Kədər məni məndən alıb, qaranlıq zindana salıb. Tək ümidim sənə qalıb, qoy çəkməyim bir belə ah. Qaytar mənə Allah. Yandım Tanrım bu qüssiyə, bəxtim məndən küstün niyə? Əzablarım bitsin deyə bu talihsiz bəndənə bax. Qaytar mənə Allah. Təşəkkür eləyirəm. Davam etmək istəsəydiniz qulaq asardınız. Necə məsləhətdir? Bu taleyin qarğışının, bəxtimin qarlı qışının, nə müddətli göz yaşımın əlindən qaça bilmirəm. Arzularım əl çatmazdı, bu qisməti dekim yazdı. Qanad üçün qollar azdı, quş olub uça bilmirəm. Ürəyin məni dansa da, həsrətin məni ansa da, qəlbimdə günəş yansa da, nurunu saça bilmirəm. Talih pay veribdi qəmi, qurumaz gözümün nəmi. Tapıb bir könül həmdəmi, dərdimi aça bilmirəm. Təşəkkür edirəm. Minnətdaram. Təşəkkür edirəm. Poeziya gecəsi yaşadıq. Allah dinlədikcə ruhu qidalanır. Bəli, İstəyirsən adam ki, elə Çox sağ olun. səsinizə qüvvət versin. Çox sağ olun. Adam heç istəyir susmasın, sadəcə insandır. Bəlkə sizdən də bir ifa alaq. Heç səhnəmiz susmasın. Hə, demək, əgər ifa dedinizsə, mən yenidən sözlərin musiqisi Sənan Hüseynova aid olan Odu Xatırladan adlı mahnım artıq çox qısa bir müddətdə işıq üzü görüb, amma sevilir və istərdim ki, bu günləri ilə sizin efirinizdə bu mahnını ifa eləyim. Gəlsin mahnımız Odu Xatırladan mənə. Əsir külək, yağır yağış, mənə yarım xatırladır pıçıltılı neyin səsi, onu məndə yada salır. Əsir külək, yağır yağış, mənə yarım xatırladır pıçıltılı onu məndə yada salır. Yar gecələr gələrdi, yuxularıma girərdi, rüyamda da küsərdi. Odu xatırladan mənə, indi uzaqdır yenə, salıbdır məni qəmə, qalmışam möhtac ona. Odu xatırladan mənə, yar gecələr gələrdi, yuxularıma girərdi, rüyamda da küsərdi. Odu xatırladan mənə, indi uzaqdır yenə, salıbdır məni qəmə, qalmışam möhtac ona.
şəkilləri onu məndə yada salır. Bu gecədə sənin sərin nəfəsimi kəsir mənim düşündürən şəkilləri onu məndə yada salır. Yar geceler gelerdi, yuxularıma girerdi, rüyamda da küserdi. Adı hatırladan mənə, indi uzaqdır yenə, salıbdır məni qana, qalmışam möhtac ona. Adı hatırladan mənə, yar geceler gelerdi, yuxularıma girerdi, rüyamda da küserdi. Adı hatırladan mənə, indi uzaqdır yenə, salıbdır məni qana, qalmışam möhtac ona. Adı hatırladan mənə. Təşəkkürlər. Alqışlar. Əsasən belə həzin musiqilərə üstünlük verirsiniz, yoxsa oynaq? Yenə deyirəm, bizim sistem belə deyək də toy olduğu üçün daha çox oynaq mahnılara, amma ki hərdən bir lirik notlara toxunuruq da. Ürəyimiz hansını istəyir bəs? Ürəyim oynaq mahnıları daha çox sevir. Doğru. Hə. Oynaq mahnıları daha çox sevir, çünki necə deyərlər, bizim qanımızdadır da toy havaları. Heç toylarda belə mahnılar istəyən olur? İstəyən olur deyəndə ki, bu mahnı çox qısa bir müddətdə işıq üzü görüb. Bundan qabaqki oxuduğum yarım mahnısı artıq neçə dəfədir ki, toylarda istənilir və dünən də hətta bir el məclisində idik, istədilər və ifa etdik. Çox da gözəl qarşılandı, oynadılar da. Maşallah olsun. Bəli, Xeyirli olsun. çox sağ olun. Allah xeyir versin. Allah razı olsun, Bu- təşəkkür. Belə deyim də, hər kəsin bir, necə deyərlər, bir istəyi var da bu sənətdə. Ən böyük istəyiniz haradır? Belə Bir deyək yol də, xəritəsi cızmısınız özünüzün, yoxsa? mənim həmişə Elvin bəy uşaqlıqdan arzum musiqiçi olub və bu yolda ilk növbədə atam mənə dəstək olub. Atamı efir vasitəsindən salamlayıram Moskva şəhərindən. Ən böyük dəstəkçim mənim atam olub və həmişə də bu yolda mənə düzgün yol göstərib. Ta bu günə qədər də atam mənim dəstəkçimdir. Mənim belə deyək də çox böyük hədəflərim yoxdur. Ən böyük hədəfim odur ki, yenə də deyirəm, musiqini gözəl şəkildə təmsil edib insanlara çatdıraq, səliqəli şəkildə və ən vacibi xalqın sevgisidir mənim üçün. Əgər o olarsa, o mənə yetərincə bəsdir. Hansı zirvədən asılı olmayaraq. Deməli, bir şairəmiz var, bir saz ifaçımız və bir müğənnimiz. Əslində bu dəqiqə Bir burada... dənə də aparıcımız. Təşəkkür edirəm. Əslində bu dəqiqə buradan bir mahnı çıxar. Siz eyni zamanda mahnılar da yazırsınız. Nə etmirsiniz, onu deyin. Bəstəkar deyil, amma ancaq sağ ol. Bahar xanıma təşəkkür edirəm efir vasitəsilə. Allah can sağlıq versin. Bir dənə baharımız var da. Deməli, mahnılar əslində belə yazdığım mahnılar var. Ancaq o bəstəkarlıq başqa şeydir. O artıq sənətdir. Bəstəkar, yəni hamı deyir, mən bəstəkaram, ancaq bəstəkarlıq bizim Azərbaycanımızın görkəmli sənətkarları, bəstəkarları olub. Yəni ki, indi olur da, insanlıq, məsəl üçün şeiriyyatdır. Bax, gözəl, Gülşən xanım gözəl şeirlərlə ilham pərisi gəlir, yazır. Məsələn, mən sevdiyim mahnıları ifa edirəm. Çox, hansı mahnı gedib studiyada yazdırmışamsa, onu sevərək dinləmişəm. Yəni, sevmədiyim işdən məşğul olmaram. Bəlkə də bir sahəyə yönəlmişsiniz deyə daha uğurlu alınıb. Əslində, hədə mən saz ifaçılar həm oxuyurlar, həm saz çalırlar. Allah hamısının ruzisin versin, çörəyin versin. İndi, nə bilim, sazı qoy, mikrofon götür, mikrofon qoy, sazı götür. Bir sahədə... Oxuduğun yerdə biri gəldiyi bir dənə yanıq gələm, deyirsən bir dənə... Yəni, qalırsan belə dənə. Olub belə bir şey. Hə, niyə olmur ki? O qədər olub ki. Sənətə bir dəfə bir il var idi, 2 il yarım idi sənətə çıxmışdıq.
birdən-birə elə bir səs saldı da ansamblımızdan hər yerə. Sabirabaddan bir nəfər bir toy sahibi gəldi. Toy sahibi gəldi. Məclisdə idim. Gördüm deyir ki, sən solda kimsə çağırır. Bu eşidib ki, Fərhad var. Ancaq bilmir də saz ifaçısı. Elə bilir oxuyanam. Gəldi Fərhad sən dedim hə. Mart ayıydı hardasa. Sentyabrın 12-si boşsan? Dedim bəli. Neçə getsən toya? 5 manata. Çıxartdı heç də demədi. Beyi verdi. Onda da bizlə Allah rəhmət eləsin İmişlidən Çingiz var idi. Çingiz Eloğlu. Müğənni xanəndə idi. Çox gözəl. Mən bir də ciyər çatışmamazlığından rəhmətə getdi. Ancaq gözəl, möhtəşəm sənətkar idi. O da bizlə gedirdi. Bu gəldi pulu verdi, beyi verdi mənə. Getdi Çingiz belə durdu, baxdı dedi ki, buna bax. Heç görüb bir kəlmə dedi ki, oxuyan gətirəsən. Elə gəldi beyi verdi, getdi. Gedəndən sonra harca sentyabrın 1-2-si idi. Həmin kişi məni yığdı. Məni yığdı Sabirabadın Quruzma kəndindən. Salamlayıram Ümmet Saatlı Sabirabad zonasının hər birini. Dedi, Fərhad mənim, səndən bir xahişim var. Dedim, buyur, qayıt, gələndə bir dənə meydancil bir saz ifaçısı gətirərsən özümlə. Bu eşidib ki, Fərhad var, gəlib toyu danışıb, bilməyib ki, mən saz ifaçısıyam da elə. O deyir, senin onu götür. Dedim, bir yüngül var, bir 200 o vaxtda, 200 manat, 150-200 manat biraz artır. Sənə bir saz çalan gətirəcəm. Gəldim, toyun açılışında toy başlamışıq, sazla, tam meydan geri, vur çatlasın. Gördüm bu durub, əlin qoyub, belə baxır, belə mənə baxır. Oxumayassan. Hə, yox, gəldi belədir. Dedi, sən nə ağarsan? Hələ açılış olmayıb. Dedim, indi açılışda sənə deyəcəm nə olub. Toyun açılışından bunu danışdım. Dedim, mənlə toyu danışır, bilmir ki, sazı ifaçıyam. Mənə deyir, özündən bir gördün, gətirmişəm. Dedi, valla, mən oğlum Rusiyadan yığdı ki, Fərhad var, ged onunla. Mən bilmirdim sən sazı ifaçısan. İndi belə şeylər də olur. Sizdə necə maraqlı bir hadisə olub mu? Elə maraqlı hadisə bizlərdə olur da. Siz dediniz. Müğənnilərdə də olur da. Valla maraqlı hadisələr çox olub, amma yaxşı hadisələr olmayıb da. Yəni indi Fərhad müəllim danışır, amma ən çox bizdə nə bilim bir balaca üzücü şeylər daha çox olub deyə istəmirəm. Onları efir vasitəsindən. Bəlkə də olub maraqlı şeylər, amma hazırda yadıma gəlmir. Amma bir-iki şeylər var ki, onlar heç də istəməzdim yaddaşlarda qalsın. Deməsəz də yaxşı. Hə, deməsəm daha məsləhətdir. Sənət elə bir şeydir ki, biz çox şey gəlib danışmaq olmaz. Hər şey, toyda olan hər şey, məsələn, toyda mən həmişə deyirəm, bir də görsən musiqiçilər, bir nəfər, məsələn, gedib düşmüşəm, tək düşmüşəm, görürəm ki, bir nəfər yıxıldı. Məsələn, səndələdir, büdürədir. Görürəm ki, musiqiçilər baxırlar, gülənlər də var. Ancaq bu, əslində heç olmalı deyil. İndi görürsənsə, gedib qaldırılmalısan, söz yox. Biz kör, kar. Gözümüz, Eşitmirəm. hə, belə. Eşitmirəm, görmürəm. Amma biz eşitmək istəyirik sizi. Hə, o işdə. Təşəkkür eləyirəm. Bir gözəl şeir səsləndirim. Bəli. Taleyimi fəsillərə bölmədim. Külək əsdi, yağış gəldi bəxtimə. Hara gedim, hara qaçım bilmədim. Nə etdimsə, yanlış gəldi bəxtimə. Fələk dərdləri ilə başımı qatdı. Məni od alovun içinə atdı. Gücüm gözlərimin yaşına çatdı. Neyləyim ki, qarğış gəldi bəxtimə. Arzularım özüm boyda biçimdə. İtib batdı qəm qüssənin içində. Köç elədi bir karvanın köçündə sən gəlmədin. Qar, qış gəldi bəxtimə. Tale yazısından qaça bilmədim. Qanadım qırıldı, uça bilmədim. Bağlı qapıları aça bilmədim. Qəmilməli, naxış gəldi bəxtimə. İtirdiyin eşqə göz yaşı töküb. Pərişan olarsan boynunu büküb. Qəmli gözlərini gözümə dikib həsrətlə baxarsan. Bağışlamaram. Xatirələr həmdəm olmaz könlünə. Bu sevgidən umacağın indi nə? Qaydarsan sevgi adlı bir dinə, peşiman olarsan. Bağışlamaram. O ötən günləri hər vaxt anarsan. Xəyalların gerçəkləşər sanarsan. Xoşladığım gül çiçəyi alarsan, qarşıma çıxarsan. Bağışlamaram. Sevgimiz həsrətin qəm libasında. Arzu da, ümid də yanıbdı oda. Durmuşuq
Durmuşuq ayrılıq astanasında. Geri dön söyləmə. Geri dön söyləmə, bağışlamaram. Mikrofondan. Deyirəm bir anlıq daldıq şeirə. Vallahi adam yenə də deyirəm istəmir Sənlə ki, yaşamaq. adamı aparır. Var Onda olasınız. mən sizə bəlkə belə bir şeir söyləyim. Sən sahilə düşəniz. Mən çırpınan bir dəniz. Hər gün səndən xəbərsiz səni görmək istədim. Gün boylanıb çıxanda, təhlik məni sıxanda, vallahi ürəyim darxanda səni görmək istədim. Yazda açanda güllər, sev deyəndə könüllər, nəğmə deyəndə dillər səni görmək istədim. Yağan yaz yağışımda, dilimin alqışında, bəxtimin naxışında səni görmək istədim. Səni görmək istədim. Təşəkkür ederim. Adam heç susmağınızı istəmir. Hansını seçərdiniz? Yüzlərlə satılan kitab yoxsa sizin möhrünüz olan bir şeir? Əlbəttə ki, mənim elə bir şeir var ki, o 100 kitaba dəyər. Əlbəttə ki, o insanın tanındığı bir şeir məncə bütün bir dünyadır. Mən bir gözəl şeirim var, onu demək olar ki, artıq tanınır. Allah anaları qorusun. Deyir, bayaqda Samir müəllimin verilişindəydik. Ömrünü gəzdirər baladan ötürü. Şirini acıya qatar analar. Nə vaxt evladını xoşbəxt görərsə, vallah o vaxt arzusuna çatar analar. Mən də gözəl bir ana şeirim var, artıq mən deyərdim ki, dillər əzbərinə çevrilib. Ağlayanda gözlərimin yaşın sil. Mənlə danış, mənlə oyna, mənlə gül. Məni yenə əvvəlki tək uşaq bil, gözlərinə qurban olum ay ana. Əllərimdən tutub gəzdir özünlə, saxla məni o səbirlə, dözümlə. Yatım sənin bircə lay-lay sözünlə, sözlərinə qurban olum ay ana. Sevincini mənlə yarı bölmüsən. Mən gülmüşəm, sən də mənlə gülmüsən. Gözlərimin işığısan demisən, gözlərinə qurban olum ay ana. Sənsiz dünyam inan vallah boş qalar. Ürəyimi şaxta alar, qış alar. Gözlərimdən uzaq getmə, nə olar? Gözlərinə qurban olum ay ana. Anamın gözləri dan ulduzumdur. Anamın üzüdür səhərim mənim. Ana laylasıdır körpəliyimdən, hər zaman dilimdə əzbərim mənim. Anamın qəlbinə axan bulağam, ömrünə nur saçar, yanar çırağam. Nə qədər o sağdır, bil mən də sağam. Anamdır sevincim, kədərim mənim. Allah anaları qorusun, Allah dünyasını dəyişən analara qəni-qəni rəhmət eləsin. Hüseyin Arif yazır ki, özüm də bilmirəm niyə başımın tüstüsü çəkilir göyə. Torpaq da anasız qalmasın deyə torpağın qoynuna köçür analar. Allah dünyasını dəyişən analarımıza rəhmət eləsin. Bəlkə sizdən də. Yuxuma da girməzdi günlərin bir günündə, həsrətini çəkəcəm hər bir keçən günündə. Bircə dəfə ağlayıb gözlərimin önündə, heç yadımdan çıxmayır anamın göz yaşları. Gördüm xəlvət çevirib məndən üzün ağlayır, əlindəki yaylıqla silir gözün ağlayır. Gecişmişdi, görmüşdüm, həzin-həzin ağlayır, heç yadımdan çıxmayır anamın göz yaşları. Ömür keçib elə bir külək əsib, yel keçib. Həyatımdan neçə kəs tufan qopub, sel keçib. Tarix çıxıb yadımdan, gör bir neçə il keçib, heç yadımdan çıxmayır anamın göz yaşları. Hönkürdükcə göz yaşı nəfəsini kəsirdi. Qabar tutmuş əlləri titrəyirdi, əsirdi.
Fərhad deyər, Allahım bu nə qüvvə, nəsirdir. Heç yadımdan çıxmayır anamın göz yaşları. Heç yadımdan çıxmayır anamın göz yaşları. Tamaşaçılar sizdən bir şeir daha istəyirlər. Yazırlar hal-hazırda. Balam üçün yaşayıram şeiri. Hə. Kim istəyib onu sağ olsun. Cavan ömrü verib bada balam üçün yaşayıram. Cavan ömrü verib bada balam üçün yaşayıram. Allah bilir bu dünyada balam üçün yaşayıram. Haramında gözüm yoxdur, bilən bilir könlüm toxdur. Nə olsun ki deyən çoxdur, balam üçün yaşayıram. Dərdə qəmə bata-bata qorxmamışam gələr xəta. Gecə yolda yata-yata balam üçün yaşayıram. Kim yaşamır yalan ömrü, bizi dərdə salan ömrü. Keçən keçib qalan ömrü, balam üçün yaşayıram. Balam üçün yaşayıram. Mən də gözəl qız balalara bəlkə bir gözəl şeir səsləndirim. Qaytardın ömrümə itən yazımı, Tanrı hifz eyləsin gözəl qızımı. Ulduzlar içində öz ulduzumu axtardım, aradım, tapdım. Çox şükür. Gəlişi ömrümə sevinç gətirdi. Nərgiz qoxuludur, qönçə ətirli. Kədəri, qüssəni alıb bitirdi, körpə qoxusuna batdım. Çox şükür. Tanrıdan müqəddəs diləyim sənsən. Çırpınan, döyünən, ürəyim sənsən. Bu ömür yolunda gərəyim sənsən. Səninlə dərdimi atdım. Çox şükür. Tale yollarımın ağ ışığısan. Atanın sevinci, gül uşağısan. Gülşənin yarısan, yaraşığısan. Səninlə dərdimi atdım. Çox şükür. Arzuma, kamıma çatdım. Çox şükür. Deyir Allah bütün balaların qismətini şirin eylə. Allah bütün balaları saxlasın. Var dövlətim iki qızım. Biri Zəhram, biri Səkinəm. İkicə parlaq ulduzum. Biri Zəhram, biri Səkinəm. Ev eşikdə küyüm hayım. Gündüzüm, günəşim, ayım. Allahdan verilən payım. Biri Zəhram, biri Səkinəm. Donsa damarımda qanım, canını tapşırsa canım. Bilirəm, var ağlayanım. Biri Zəhram, biri Səkinəm. Allah bütün balaları saxlasın. Allah bütün balaları saxlasın. Mənim də üzr istəyirəm böyüklərimizdən, övladdan söhbət düşmüşkən qız uşaqlarından mənim də 3 gözəl qız övladım var. Maşallah. Hazırda Ay, maşallah. efir vasitəsilə bizi izləyirlər. Onları da salamlayıram. Allah Öpürəm, bağrıma basıram balalarıma. Allah bütün balaları qorusun. İkisi şeir deyib, biz də oturub baxırıq, qulaq asırıq. Poeziya gecəsinə xoş gəlmisiniz. Çox gözəl, Əməlli başlı Gülşah xanım çox gözəl yazır. Mən də bir balaca ruha gətirdi, cuşa gətirdi. O mən soruşanda dediniz ki, kim yazıb, necə yazıb? Çünki o balam üçün yaşayıram şeiri bir eynək şeirim, Samir Bayramlı salamlayıram o deyib. Çox gözəl sevildi bir də bu. Hə. Deyirsən gözünə eynəyi taxma, bilirsən mən necə sənsizləmişəm. Deyirsən gözünə eynəyi taxma, bilirsən mən necə sənsizləmişəm. Birini bilirsən, birini bilmirsən, mən gözümü kədərdən gizləmişəm. Denicə göstərim həsrət içində boylanıb yollarda qalan gözləri. Hərdən qınıyıram, hərdən sevirəm, başımı bəliyə salan gözləri. Deyirsən gözünə eynəyi taxma, nə olar qoy baxım gözünə sənin. Sən həsrət qalmısan iki gözümə, mən isə həsrətəm özünə sənin. Göz var ürəklərə neçə yol tapar, göz var üzə vurar səadətini, göz də var gizlənər eynək dalında bildirməz səhvini, qəbahətini. Dağ boyda dərdi var qoca dağın da, niyə dağ dərdinə heç vaxt baxılmır? Başqa ölkələrin məzarlığında eynəklər gözlərə keyfdən taxılmır. Deyirsən gözümə eynəkdən baxma, qorxmuram ki, gözə gələr gözlərim.
Olmasa qarşıda qara şüşələr, çətin bu baxışa dözə gözlərim. Deyirsən gözümə eynəkdən baxma, soruşma qəlbimin harasındasan. Boş yerə qəlbini yandırıb yaxma, sən ilə gözümün qarasındasan. Sən mənim gözümün qarasındasan. Ay Çox maşallah. gözəl, çox qəşəng. Allah ürəyimizə Çox sağlıq gözəl versin. şeirdir. Deyirik, çox qəşəng. Sağ ol. Deyim mi birində mən? Acıdır, şirindir bilə bilmirəm. Danışa bilmirəm, gülə bilmirəm. Yaşaya bilmirəm, ölə bilmirəm, çıxara bilmirəm səni könlümdən. Arzuma yuxumda çatdım həmişə. Sənin xəyalınla yatdım həmişə. Eşqini qəlbimdə tutdum həmişə. Çıxara bilmirəm səni könlümdən. Sinəmdə bir ocaq alışıb yanar. Gəlsə, vallah dünyam nura boyanar. Zənn etmə, ürəyim əhdini danar. Çıxara bilmirəm səni könlümdən. Duyğumu, hissimi əlimdən alıb, saçıma bəmbəyaz naxışlar salıb. Gülşən bu həsrətin əlində qalıb. Bacara bilmirəm dəli könlümdən. Çıxara bilmirəm səni könlümdən. Çox qəribədir. Şairə şeiri gülə-gülə deyir, amma qarşısındakını ağladır. Şairin qəlbində gör nələr var. Bəyək mən üz istəyirəm, ifa elədim. Gül ki mahnısı bizim dəyərli sənətkarımız, Allah rəhmət eləsin, Səyyad Əlizadənin mahnısıydı. Gül ki demək haqqımızdır, boynumuzda haqqları var, dəyərli sənətkarlarımızın. İndi inşallah ifa eləyəcəmsə bir ifam da gələcək. Allah rəhmət eləsin, Balıqlan Əşrafovun Gəl Yuxuma ifası inşallah olacaq. Gəlsinmi? Olsun. Gəlsin. Elə təmin nöqtələ köklənir.
Oy, Allah. Gəl yuxuma. Əməlli başda belə Allah biraz. bala olan Əşrəfova bir daha rəhmət eləsin. Amin. Balaların canı sağ olsun, balaları xoşbəxt olsun, çox sağ olsun. Qardaşıma deyən kimi, Baloğlan müəllimin oğluna bir kəlmə dedi ki, elə bil mahnı səndir, götür ifa elə. Sevdiyim mahnıları ifa eləyirəm. Çox sevirəm mahnını. İnandırım sizə bir 10 ildir ki, ürəyimdə bax belə götür qoy edirəm ki, mahnını ifa eləyəcəm. Axırda qərarı verdim, ifa elədim. O söz var ya, deyirlər yeməyə sevgisini qatıb hazırlayıb. Bəli. Bu musiqiyə elə bir sevgimizi qatıb ifa eləmişdiniz. Mükəmməl. Çox sağ olun. Nə istəyirdiniz bu? Siz hal-hazırdakı, belə deyim, sualı necə ünvanlayım? Gənc nəslin saza olan marağı sizi qane edirmi? Hə, indi ümumiyyətlə saza axır neçə illərdir, bir 5-10 ildir ki, çox gözəl maraq var. O həddədir yoxsa? İndi ümumiyyətlə heç nə o həddə deyil. Əgər o hədd söhbətinə qalsa, artıq çox şeyi adiləşdiriblər. O qədər adiləşib ki, məsələn deyirəm, biz elementar bir misal çəkim. Neçə illər bundan öncə biz bu peyk antenaları aldıq, qurdurduq evə. Türkiyədə proqram var idi, Çarxı Fələk. Məhəmməd Əli Ərbil. Bugün Məhəmməd Əli Ərbil 170, 200, 300 nəfər adamla TikTokda canlı yayında oturur. Görün nə qədər adiləşib. Buradan yazırsan ki, salam yazır. O, Fərhad bəy, Azərbaycandan salam. Fərhad Tufan. Hər şeyi adiləşdiriblər ümumiyyətlə. Ona görə də indi hər şey, belə deyək də, bu sənət baxımından deyirəm, efir baxımından, televiziya baxımından İnşallah artıq yavaş-yavaş düzəlir. Yoluna qoyulub. Mən bu dünya televiziyasına nəyə görə tez-tez gəlirəm? Çünki burada həqiqətən maarifləndirici, çox gözəl proqramlar var. Bu da rəhbərlikdən irəli gəlir. Aybəniz xanım başda olmaqla hər birinizə təşəkkür edirəm mən. İndi bilirsiniz, yavaş-yavaş inşallah artıq, yenə deyirəm, öz yerini tapır hər şey. Saz da elədik. Toyun əvvəlində indi artıq bir görsən Bəygəlin gəlir, vağzalı olmayacaq. Çəkirəm qırağa, deyirəm. Gəlib yanlarında, Bəygəlinin maşının yanında Bəygəlinlə söhbət eləməkdən bitər olmuşam. Başıma dönün, vağzalı verin. Elə mahnı verirlər ki, onunla gəlin çıxırsan sən, bəy çıxırsan, bu baxsızsa uşaqlarımız, övladlarımız, milli mentalitetimiz, deyir bəs o babalar, bəs o bala, bəs o vaxt. Ona görə də bizim özümüzdən də çox şey asıldı. Bir balaca insanlara maarifləndirici söhbət eləmək lazımdır. Bir balaca insanlara hər şey demək lazımdır. Yavaş-yavaş inşallah yoluna qoyulur, ancaq yenə də o deyil. Yenə də o deyil. Olacaq inşallah. Nə vaxta qədər ki, toyda Bəygəlinin o belə yuxarıda alov partlayır, atırlar avtomatla zadla, gözlərində açıq, dədə qoyma gəldi. Nə olub? Valla çıxmırsınız gözəl. Valla başınızda o nə deyil, araqçın qoyun, qəşək bir şeydən, arşın mallarından bir parça bir şey hazırlayın. Ancaq elə Bəygəlinlərimiz də var. Gəlir deyir ki, toyda bu günləri o təzə çıxan mahnılardan heç bir olmasın. Elələr də var. Milli mənəvi dəyərləri qorumalıyıq və gələcək nəslə ötürməliyik. Bəli, deyirlər bəstəkar mahnısı olsun ancaq. O qədər sevinirəm, belə baxıram, deyirəm, valla səndən axırda pul düz də alınmı pulu? Ancaq deyirəm səndən pul almaq istəmirəm. Ürəyinizdə deyirsin yəni. Hə, valla yaşadın. Bacardığınız qədər yenə deyirəm. Mən sazda nə olar ki, Baloğlan müəllimin mahnısını ifa elədim, Gülçi ifa elədim. Yanıq Kərəm də var, Ruhanisi də var, Döndərməsi də var. Bir balaca belə deyək də seçimlərdə də dəyişkənlik olsa olar. Ancaq bu demək deyil ki, elə... Amma üzr istəyirəm sözünüzü Buyur, kəsəm. yox. Həqiqətən də nə qədər də bu müasir mahnılar çıxsa, yazdırsaq da, insanların ürəyinə yol tapsaq da, yəni belə deyək də, mən də gənc nəslin nümayəndəsi sağlayıram. Amma həqiqətən də mənim repertuarımda elə mahnılar var ki, ölməz sənətkarımız Məmməd Bağır Bağırzadənin, Allah can sağlığı versin, bizim Zeynəb xanım Xanlarova repertuarından mahnılar yazdırmışam ki, həqiqətən də elə toya gedirsən ki, o mahnıları səndən istəyirlər. Ya olsun fonoqrama, ya olsun canlı. O qədər mənim ürəyimə yatır ki, mən bir neçə vaxt bundan əvvəl sizin başqa bir burada Dünya TV-də qonaq oldum və o mahnıları ifa elədim, yazdırmışam köhnə aranjman, amma yeni ifada həqiqətən də çox sevilir, istər toylarda, istər efirlərdə. Mən elə, valla, mən şəxsən bir cavan müğənni olaraq, mən o cür musiqilərdən daha çox zövq alıram. Nəinki indi baxırıq bu, nə bilim, TikTokdur. Gözəl xalq mahnılarımız var. Bəli. İnsan dinlədikcə ruhu dincəlir. Bəli, mən özüm də xalq musiqisi üzrə 5 il təhsil almışam. Yenə o mahnılar ürəyimizdədir. Nə qədər də təzə mahnılar çıxsa, o mahnılar ölməyəcək heç vaxt. Mən belə fikirləşirəm. Səhər çağı, səhər ertəm.
Göy çəməndə gəzəndəsən, bilirsənmi ürəyimlə nələr keçir, dərdin alım. Zeynəb Xanlarova. İndi sözləri də süni intellekt yazır. Hə. İstəyirsiniz bir söz deyin, yazaq süni intellektdə mahnı bəstələsin 2 dəqiqə. Bəli. Ona görə də Çox heç nəyə getməz. marağı qalmayıb. Çox getməz. Nə qədər süni intellekt ola, Zeynəb Xanlarovanın çıxıb o efirdə bir dənə o belə bir dənə belə hərəkət eləyir. Uşaqlığımız vallahi onlarla Mən keçib. qulaq asıram. Yaddaşlarımız elə yazılıb. Musiqilərlə böyümüşük. Mən övladlarımı da evdə bax Allah bütün balalar sağlasın. Zəhram, Səkinəm deyirəm. Zəhram məsələn bir də görürəm yol gedirik. Telefonda deyirəm qızım mahnılar var. Deyir həyatı YouTube-dan lazım deyil. Mən yükləmişəm. İnandırım sizi o qədər Şövkət Ələkbərovadan, Sara Qədimova, Akif İslamzadədən belə baxıram güzgüdə özümə. Belə baxırıq göz-gözə yoldaşımı özü istəyirəm. Deyirəm buna. Deyirəm Zəkoş bunlar deyir ata hə mahnıları mən sevirəm. Allah gözlüm səndən o qədər xoşum gəlir. Biz uşağı da böyütməkdən də asılıdır. Elə Fərhad müəllimin sözünə qüvvət. Mən də qızımı buradan bir daha salamlayıram. Adı Nəzakətdir. Onu bu yaxınlarda oturub qarşıma qoydum ki, qızım ürəyin nə sənət seçsə mən ona hörmətlə yanaşacağam. O da ki, musiqini seçdi. Biz indi onu hazırda vokala qoymuşam. İnanın Fərhad müəllim bütün günü oturur, Reşid Beybutovdur, Zeynəb xanlarım deyir, ana mən neyiniyim ki, mən bu mahnıları çox sevirəm. Vallahi heç kəs başa salmayıb. Uşağın ürəyində də həqiqətən də düz deyir Fərhad müəllim. Məsələ burasıdır ki, illər öncə bəstələnən mahnılardılar indiyə qədər gəlib çatır. İndi bəstələnən bəzi mahnılar 30 il sonra gedəcəkmi? Gedəcək, yox, indi yox. Yenə köhnə mahnılar nə qədər varıqsa mən belə bilirəm Bəli, ki, yaşayacaq, bəli. İndi bəstələnənlər çox cəmiyyəcək, o birisi dünyaya gedəcək. Mahnılar ha. Mahnılar mı? Bəli. Zəlimxan Yaqub yazır ki, payız kövrəldəndi, bahar coşduran. Məni sərt eləyən qış da gözəldir. Ürəyin daşdı mı demə ay insan, duymağı bacarsan, daş da gözəldir. Əlbəttə ki, o duymağı bacarsan, o musiqiləri, o hissləri gözəldir. İnsan o yaşından asılı deyil də onda. Xeyr, yaşından İnsan asılı deyil. Yaşa Ruhdan, baxmır, Yaşa baxmır. Ürəkdən, əlbəttə ki, yaşa O baxmır. deyirlər sosial şəbəkələr musiqiləri, bəzi musiqiləri məşhur edir. Xeyr, istəyən qulaq asır, istəyən qulaq asmır. Nə qədər gedir? O sosial Nə qədər gedir? 5 saniyə açığı bir dənə. Yox, Bilirsiniz, o sosial hə. hə. Çox qısa müddətdə populyar Müddət. olur, tanınır. Və yaddan da çıxır. Necə gəlmişdi, elə də gedir. Yağışdan sonra çıxan göbələk Bəli. kimi. Sonra Onlar çürüyür. elə tez unudulur, elə tez unudulur. O görürsüz bir dənə Sonra dərdin heç onu alım. Deyəndə belə xatırlamırsan. Dərdin alım deyən kimi hamı baxdı ki, hə, dərdin alım. Amma bir xalq mahnısı Zeynəb xanlarovanı buradan salamlayırıq. Allah can sağlığı versin. Zeynəb xanımın mahnıları dillər əzbəridir. 7-dən 77-yə hamı əzbər bilir. Və hamının ruhuna oxşuyur o mahnılar. Halbuki o dövrdə nə sosial şəbəkə olub, nə Bəli. YouTube olub. Maqnitofon. Maqnitofon, kaset. Lent dolaşırdı, əlimizlə açırdıq. Nədən orada gedirdi lent dolaşırdı maqnitofonun içinə. Sökürdük, açırdıq onun lentini. Karandaşla. Hə, karandaşla belə xıcılya orada dağılır. Çox vaxt yığmırdı da maqnitofon. Əlimizlə belə yığırdıq arxaya. Bir kasetə bəlkə 50 dəfə təkrar mahnıları yazırdı. Lentada orada maqnitofonda lenta dəyən yeri silirdik spirtlə. Neçə dəfə sən Mən maşallah. 94. Ancaq yaşamısan o günləri. Yaşamışam. O dövr mənim yadımdadır. O günləri yaşamısan. Bəs onu deyirəm də o dövr. Yəni bizdən belə deyim də sonrakı dövr o şanslı, o qədər şanslı deyil. İndi hər cür şərait var. İstənilən mahnı, istənilən yerdə platformalara daxil olub qulaq asmaq olur. İndi onu deyirəm də adiləşib. Hər şey əlinin içindədir. Adicə götürürsən, sual verirsən ki, məsələn yazırsan ora Fərhad Tufan kimdir? Bütün Çək, mənim çək, haqqımda hamısını. nə var hamısını deyir. Özüm ümumiyyətlə bunu hardan bildi bu? Mən bunu heç kimə deməmişdim. Bunları mən bilmirəm. Mən bunları yox deməmişdim bax heç kimə. Adam indi o qədər adi, hər şey adiləşib, hə, həqiqətən adiləşib. Biz söhbətimizə qaldığımız yerdən davam edəcəyik. Sadəcə olaraq reklamların vaxtıdır. Əziz tamaşaçılar, əsl şouda reklamların vaxtıdır. Az sonra yenidən buradayıq. Kaşı kara kara kız, gözü kara kara kız. 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 Lay 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 lay. Lay 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 lay. Bir bakışla vurulmuşam ben sana. Gel naz eyleme, seni sevirem deme.
gözü kara kara kız, kaşı kara kara kız, 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 gözü kara kara kız. Təşəkkürlər. Minnətdarım. Demək bu mahnını çox ifaçılar ifa eləyib. Lakin son dəfə mən Vəfa Şərifovun ifasında dinlədim və deyəsən səhv eləmirəmsə bu mahnını da Sənan Hüseynov yazıb və mən ondan halallığını alıb efirdə ifa eləmişəm. Efir vasitəsindən də Sənan bəyi salamlayıram. O Təşəkkür. vaxt çox yaxşı partladı bu mahnı o vaxt. Bəli, bəli. Yaxşı idi mi? Deyirəm tutdu da o vaxt mahnı. Tutan mahnılar siyasındadır. Hə, bəli və günü bu günə qədər də toylarda bu mahnı istənilir və oxuyuruq. Uğurlar olsun. Siz susmusunuz, susmayın. Şeirlər danışsın. Xanım çox gözəl, pozitiv mahnı ifa elədi. Elə mən də bir pozitiv şeir Hə, pozitiv. səsləndirmək istəyirəm. Sən Tanrının bir payı, harayımsan, ünümsən. Hər açılan səhərə xoş gəlişən günümsən. Elə baxma qıyqacı, yandırdı məni acı. Ay dərdimin əlacı, eşqimsən, həvəsimsən. Ruhuma səp sevgini. Gəl ruhumun hakimi. Kim sevər mənim kimi, sən mənimsən, mənimsən. Sənsiz döyünməz ürək. Rahatlıq bilməz ürək. Dünya nəyimə gərək? Təkcə sən ol, bəsimsən. Təkcə sən ol, bəsimsən. Təşəkkür eləyirəm. Var olasınız. Bu günləri Elvin bəy, bilmirəm, çox belə deyək də şeir yazanlar, xanımlar var. Keçən səfər bir efirdəydim, bir xanım var idi, adını çəkməyəcəm. Valla şeir dedikcə insan yorulurdu. Yəni həqiqətən də... Çək adın qoy bir yabır olsun. Adın çək. Yox, adını çəkmərəm. Zarafat edirəm. Gülşən xanım maşallah o qədər gözəl şeir deyir ki, insan istəmir ki, şeirin ardı arası kəsilsin. Allah ürəyinizə sağlıq versin deyirəm, var olasınız. Çox gözəl yazır. Amma Gözəl təəssüf ürəyi ki, var. Efirin bir müddəti var. Bəli. Necə idi? Yorulmadınız? Yox, xəyallar çox gözəl, xoş. Çox maraqlı, həqiqətən. Tam sən mi Biz deyirəm. təşəkkür edirik. Bilirsiniz, verilişə gedirsən, bəzən elə verilişlər olur ki, elə bir söz götürsən nəsə deməyə, əlindən alırlar. Ya indi söz yox, indi reklam burada da var da. Nəsə qoymurlar, danışmağa da imkan vermirlər. Evə gəlsən deyirsən, kaş ki o sözü deyəydim. Ya da Bu deyirlər, veriliş elə verilişdir ki, məsələn, ürəyi çox gözəl, sərbəst ürəyi, ümumiyyətlə bu televiziya, elə bir televiziyadır ki, həmişə mən bura gələndə mamam məni yığır ki, bala, çox gözəl, nə qəşəng ay bala, nə rahatçılıq idi. İzləyirlər bizi hal-hazırda. Əllərini öpürəm atamın, anamın. Allah bütün valideynləri qorusun. Dünyadan keçənlərə bir daha Allahdan rəhmət diləyirəm. İnşallah. Amin inşallah. Ya da deyirlər ki, Fərhad bəy, sizə sualım var. Suala cavab verin. Siz nə edirsiniz də? Bəzi aparıcılarımız var idi. Allah'a şükür ki, yavaş-yavaş yoxa çıxırlar. Nə idi? Sözü Bir şeir deyin. sualı verir, sonra sualın dağılınca özü danışır. Neçə dəfə oturmuşuq evdə deyirəm, indi bax, indi qoymayacaq o sualın cavabını versin. Özü deyir, sonra başlayır, bir də görsən ki, getdi, çıxdı. O dairədən keçdi, oradan fırlandı, getdi, Şamaxı dağların, qayda gəlir, Fərhad bəy, yadından çıxır. Bir də belə aparıcılar görmüşük ki, nə yaxşı ki, televiziyalar artıq çox yaxşı səviyyəyə gəlir, çox şükürlər Allah'a olsun, şükür, çox Allah'a şükür. sevinirik. Aparıcı deyir ki, ancaq məni çək, məni göstər. Mən danışım. Qonaq gəlmişsən, istəyirsən iki kəlmə də sən danışasan, görsən ki, imkan vermir. Bizə danışmağa icazə verildi. Ya da Wikipediyadan suallar. Fərhad bəy, filan ildə doğulmusunuz. Nə, hesablayım deyim, nə? Elə suallar verirlər ki, hə, adam qalır belə. Ümumiyyətlə, belə deyək də, rahatçılıq həyatda da mən çox düz məsuliyyətli insanam. Ancaq çox səbirliyəm, rahatam. Məsəl üçün, hər şey öz axarına buraxıram. Bir insana söz demək üçün 3 il gözləyərəm. 3 ildən sonra o sözümü deyərəm. Səbir. Hə, səbirlə, rahat, nə, güvəndə hara gedir, ömürdən gedir. Bugün burada əyləşdiyimiz bir müddət 2 saat bizim ömrümüzdən getdi. Bir var ömründən gedən gün xoş xatirələrə yazıla, bir də var, deyəsən ki, indi xanım bəxt edir, toyda elə şeylər olur ki, deyəsən ki, o günüm geçsin, bir də qayıtmasın. Hansı yaxşıdır? Səbirlisiniz ki, toya dəvət almısınız, amma... Hə, toyda, ümumiyyətlə toy işi var, o kinoda deyir, bu toy işi var.
Sağ ol. Bahar xanımı bir daha salamlayırıq biz. Allah can sağlığı versin. Allah onu qorusun Bütün, inşallah. bütün bizim burada ekip, bu kameramanlar, hər kəsi salamlayırıq. O da məsuliyyətli xanım da. Gördün nətər? Telefon düşən kimi göydə tutdu. Dəhşət. Amma deməsəydiniz Hə, bilinməyəcəkdi. bax deməsəydik Nəysə. bilinməyəcəkdi. Hə, bəzən belə şeylər bax demək lazımdır. Yəni ki, bax elə belə. Heç nə. Elə belə. Heç nə. Bu 2 saat necə keçdi? Hə, sizin 2 saat üçün? keçdi, bax görsən çox gözəl. Həqiqətən tam səmimi deyirəm, çox gözəl. Mən elə bilirəm ki, bizi izləyən tamaşaçıların da ruhu dincəldi. Hə, mənə elə olmalıdır da. Hə, nə deyək ki? Şeirlər oldu, saz ifası Deyib gülmək oldu. Bəli. Əsas əyləncəli. Arada qəmli notlara da toxunduq. Həyat da belədir, enişli yoxuşdu. Hər gün ilə sənin toyun, hə, deyirdim, o toy ki var, çətin işdir. Toy ümumiyyətlə məsuliyyətli işdir. Neçə il balasını böyüdüb məclis eləyir, məsuliyyətlə Onu yanaşmalısan. səhəb eləyir. Mən gedib elə bir ansambllarına düşürəm ki, çönlə marxada ifa eləmək görürəm, 6 musiqiçinin 3-ü yoxdur, 4 yoxdur, gediblər. Olmaz axı. Hara gediblər? Hərəsi bir gedib çöldə Və otururlar, çay ən böyük içirlər. məsuliyyət də odur ki, mən həmişə Məsuliyyət, deyirəm məsuliyyət. ki, canlı ifalar, bəzən müğənnilər gəlir ki, tanınmış müğənnilər özləri olur ki, dəfələrlə şahid olmuşam ki, yenə adlarını çəkmək istəmirəm. Həqiqətən Çək qoy biabır olsunlar. Yox, və gəlir ki, inanın Allah, fonoqram oxuyur, evyəsi onu restoranın özündən qovur. Mən həmişə deyirəm, əsl müğənni odur ki, toyu həqiqətən də 6 saat mı, 7 saat mı deyim, canlı. Mən hələ bugünə qədər canlı toyda fonoqramı oxumamışam. 7 saat da olubsa, elə toy olub ki, 6 saat, 12 saat gedib və mən canlı oxumuşam və bu günləri məcbur qalıb fonoqramı belə deyək oxuyuruq. Canlı olsaydı Həm də öz ifaları təqdim eləməlisən. Bəli, Bəlkə hə, bütün həm də ki dünyada o cürnə, hə. Yəni canlı musiqi olsaydı təbii ki bizi tanıyanlar bilir, o qədər el şənliklərində oluruq, məclislərini aparırıq ki, canlı ifaları çox sevirəm. İnşallah bir gün elə bir şərait olar ki, elə Fərhad müəllim də Əmrə başda xanım çox olmaqla. gözəl oxuyur. Məclislərə çünki qəşəng oxuyur. Hə, Canlı ifa. çox sağ olun, var olasınız. Sən özü təriflirlər, gəlirlər görsən ki, bəlkə də Qoy var, cəmaət gəlmirsən. tərifləsin. Hə, bax mən həmişə deyirəm, mən sual verirlər ki, səni xalq sevir, cəmaət sevir. Valla indi sevir, yəqin ki sevir ki 20 ildir gedirəm də. 20 il az vaxt deyil. 20 ildir özlə. Sənətin yaşı olmur. Bax mən sizə bir söz deyim, Elvin qardaşım. Buyurun. Bax ifaçı olub, müğənni olub toya getmək mənim üçün çox asandır. Mən müğənni olam, bu gün mən müğənni olsaydım, mən məsələn arxada belə deyək də, əyləşən bir 20 nəfər musiqiçi aparardım. O dərəcədə o musiqini istəyirəm ki, biraz da zəngin olsun da ansambl belə deyək. Ancaq mən bir saz ifaçısıyam. Saz ifaçısı olub toy danışmaq və müğənniləri toy aparmaq Azərbaycanda belə deyək də parmaqla sayıləsi ola bilər ki, hansısa musiqiçidir, instrumentalist 20 ildir toy danışır. Mən bu 20 ildə mənim ansamblımda ola bilər 2 dəfə, 3 dəfə hansısa musiqiçim toy danışır. O da necə? Yığarlar ki, məsələn deyirəm, Xəyyam. Fərhada ulaşa bilmirik. Falan vaxtı boşsuz. Mən 20 ildir ki, toy mən danışıram. Mənim müğənnilərim heç biri, bəlkə də bir 30 dənə müğənni dəyişmişəm, onun bir dənəsi də toy danışmayıb. Bir dəfə olub danışıb, getmişəm, peşman olmuşam, demişəm, kəş gəlməzdim. Öz adına gedən musiqiçini bir başqa adamın aparmağı var ha. Onda da elə bil ki, nə deyirlər ona bir... Belə qıraq da qalır. Yox, bir sənə deyir, elə bir işin də alınmır. Elə bilirsən ki, elə bir yad düşmüsən ora. Hədə qıraq da verə. Adam bilmirəm niyə olur. Bəlkə də mən getməmişəm deyə oluram. Elə biləm kimsə gəlib mənə deyəcək ki, sən bir bura nə gəlmirsən. Özüm danışmasam. Onlar bu stulu götürüm. Hə, onlar bu stulu getirin. Bir dənə nəyə qadırardınız. Sizə zəhmət olmaz. Rəhmətli Zahid Allah rəhmət eləsin. Bir dəfə toyda yağış yağdı palatkada, çadırda. Qəfil işıqlar yağış düşdü, ora partladı. Bir uşağın biri gəldi. Qayıtdı ki, uşaq deyim, cavan oğlan idi. Qəfil lamıçqanı verdi Zahidə ki, Zahid dəyərli bizim görkəmli sənətkarımızdır. Bütün dünya musiqiçilərinin çoxusu onu tanıyır. Qəfil qayıtdı ki, Zahid mən bunu da belə arıqda olsa, sən rəhmətli boyuz. Bir dənə lamıçqanı bağlayarsınız ora. Belə baxdı qayıtdı ki, səndən çoxdur, məndən yoxdur. Yəni Zahiddən bir dənə də, dedə səndən çoxdur, məndən yoxdur, da vurar. Mən belə şeylər də olur. Maraqlıymış şey. Belə toylarda o qədər gözəl hadisələr olur. Amma demək də olur, deməmək. Gözəlləri deyək də, pisləri ümumiyyətlə Gözəlləri deyək də, Fərhad olmaz. müəllim danışsın, pislər də mənə Yox, qalsın. yox, pisləri danışmaq olmaz. Olmaz, yox. Olmaz. Danışma. Bir mənə Yox, sonra danışaram efirdən sonra. Cəmaatın toyudur. Gəlib nə isə görürsənsə görməmisən. Ona görə də gedəsən. Musiqiçi var ha. Çox adam elə bilir ki, Fərhad saz ifa eləməklə çox toya gedir. Əslində elə deyil. Bax buradan durub oradakı insanın ürəyini oxumalısan. O nə istəyir? Məsəl üçün körpə ilə körpə, belə deyək də, xanımlarla alicənab, ümumiyyətlə məclisdə özü
çox gözəl aparmalısan. İstər məclisdə, istər elə məclisdən kənarda. Onda gedəsən. Bir elə sənətin olsun, bir də xarakterin yaxşı olsun. Mən inandırım ki, gedəsən. Dost, tanış. Ən əsası insanların ürəyinə yol tapmaqdır. Bəzən müğənnilər gəlir toya, mənə çox deyirlər də, Təxminə xanım, vallah deyir, o qədər siz sadəsiz ki, heç vaxt demirsiniz də, yəni müğənnisiz. Uşaqla, Fərhad mənim demişkən, uşaq kimi, böyüklə, böyük kimi, yəni elə olmaq lazımdır məncə. Biz də insanıq da. Hər birinizə təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun. Ümidvaram Çox sağ ki, olun, var olasınız. maraqlı bir proqram. Mehriban oğlansan. Minnətdaram. Vallahi. Allah sizi var Əziz edin. tamaşaçılar, biz bugün efirimizi yekunlaşdırırıq.